Təlhə, Zübeyir həcci ziyarət etmək adı altında getdilər Məkkə. Oradan da Ayşə xanımla danışdılar, hərəkət etdilər Bəsrəyə sarı. Əli əleyhissalama qarşı xalqı qaldırdılar. Cəməl döyüşü baş verdi. 4 saat çəkmədi. 4 saat içində Əli əleyhissalam bunları öz yerində otuzdurdu. Bilirsiniz, Nəhcül Bəlağada nə deyir? Kuntum cundəl mər'a. Siz qadın qoşununun əskəri idiniz. Bir qoşunun ki, rəhbəri qadın olar, siz nə kişisiniz gedib düşürsünüz, o qoşunun üzvü olubsuz. Əxlaqukum diqaq və əhdukum şiqaq və dinukum nifaq və maukum zuaq. Dininizdə münafiq, əxlaqınızda səviyyəsiz, əhdinizdə peyman sındıransınız. Ayşə xanımı da əsir elədilər. Amma toxunmadılar. Baxmayaraq ki, bu döyüşün əsas yaradanı, bunu törədəni xanım Ayşə idi. Aleyhissalam onu ətrafını dağıdır, əsir düşür, ağa buyurur, buraxın. 40 nəfərlə qardaşı başda olmaqla, Məhəmməd ibn Əbu Bəkir başda olmaqla onu Mədinəyə göndərir. Əli əleyhissalamın ədalətinə bax. Bu xanımın atası Həzrət Əlinin evinə gələndə xanım Zəhra evində idi, heç kimə qarşı çıxmamışdı. Peyğəmbərin qızı idi, evində oturmuşdu. Onlar xanım Zəhra ilə Peyğəmbərin qızı ilə evində necə davrandılar? Bu isə gedib Bəsrəyə, Mədinədən gəlib Bəsrəyə gedib, xalqı qaldırıb Əli əleyhissalamın üstünə gəlirdi. Xəlifəyə qarşı müharibə elan edən bir xanımı Allahın xəlifəsi tutur, baxın hansı ədəblə, hansı ədalətlə yola salır. Buna deyirlər, öz nəfsinizin qabağında qiyam eləyin, düşmənçilik sizi ədalətsizliyə sürükləməsin. Bəşərin seçdiyi xəlifə olsaydı, deyərdi, qisasın vaxtıdır. Amma bununla belə, baxın nə deyirdi bu xanım? Deyir, Əli əleyhissalam mənimlə pis davrandı. Çünki mənə mühafizəçilər verib kişilərdən ibarətdir. Və bu Allahın Rəsulunun hörmətini qorumur. Allahın Rəsulunun həyat yoldaşını bir dəstə kişi ilə Mədinəyə göndərib. Gəlib deyir, Mədinəyə çatanda fələmmə rəətnə nədəmət və qalət cəzallahu ibn Əbi Talib xayra. Mədinəyə gəlib çatanda bunlar başlarını açdılar, gördülər 39 qadındır, bir də qardaşı Məhəmməd ibn Əbi Bəkirdir. Bu Əli ədalətidir, mədəniyyətidir.